bizim daha doğrusu qonaqlarımızın da eynən bir müsbət cəhəti var. Müsbət cəhət odur ki, siz sosial şəbəkələrdə məşhurlaşmamısınız. Siz sosial şəbəkə var da, internet ulduzları deyilsiniz. Mina mənə baxanda da şükürlüdür. Niyə? Mina bayaq canlı da açmışdı. Canlı açıram İndi mən. ayaq uydurmağa çalışıb da. Yəni sizi Oradan illər Təzəlikcə, mən heç bir ay yoxdur canlı açıram. Ümumiyyətlə TikTokda canlı açan deyiləm də, amma canlı açanlara da pis baxmıram. Yəni mənim öz sahəm var, müğənniyəm. Mən orada mahnılarımı təqdim eləyirəm. Oyunlar falan oynamıram, sadəcə mahnılarımı təqdim eləyirəm və bu TikTokun yeni qanunudur ki, mən mavi tik almaq istəyirəm TikTokda. Bəli. Və mən tez-tez canlılar açmalıyam ki, biz xəbərləri onlara göndərək, onlar da bizə mavi tıkı versinlər. Ay nə Məqsəd gözəl. Vallahi budur. mavi tık məndə var, amma hələ bir xeyrini görməmişəm. O nəsə bir xeyri var onun. Xeyri var təbii ki, kalite. Hətta Təbii ki. Təhlükəsizlik də xeyir. Təhlükəsizlik və kalite. Yəni sən təsdiqlənmiş, populyar, məşhur bir insansan.